Selamünaleyküm herkese. Kamera quraşdırma servisi olaraq növbəti Hikvision domofonumuzu və kameramızı quraşdırdıq. Müştərimizə təhvil verdik. Hər zamanki kimi gəlin birlikdə müştərimizin zəngini sıxaq. Bismillah. Aleyküm salam. Səsiniz necə gəlir? Əladır qardaş. Sizin də səsiniz çox gözəl gəlir. Xoş xəbərlər eşitəsiniz. Çox sağ ol qardaş. Qafansardınız. Həmçinin domofonumuz IP domofon olduğu üçün funksionallıqları daha çoxdur. Məsələn, funksionallıqlardan biri biz gəlmişik, düyməni sıxırıq, müştərimiz evdə yoxdur. Bismillah. Müştərimiz evdə yoxdur, yaxud mobil telefonunda necə deyilə, internet yoxdur və əlaqə qura bilmirik. O zaman nə edirik? Gözləyirik zəng bitsin. Lütfen mesaj bırakın. Bəli, artıq bizim səsimiz evdə eşidilir, həmçinin də müştərimizə biz səsimizi göndərə bilərik. Hörmətli müştərimiz, kamera quraşdırma servisi olaraq yaxınlaşmışdıq, sizlə əlaqə qurmaq istədik və siz evdə yox idiniz. Zəhmət olmasa mesajımızı eşidəndən sonra bizə geri dönüş edin. Davam edirik. Bizdə göstərir ki, evdə olmadığımız zaman 2 ədəd zəng gəlir, 2 zəng olub və bu zəngimizə baxa bilirik, fotomuza baxa bilirik, həmçinin videomuza baxa bilirik, o cümlədən qeyd elədiyimiz mesajımıza baxa bilirik, toxunuruq səsimizə, hansı ki biz evdə olmayanda mesaj buraxılır. Artıq bizim səsimiz evdə eşidilir, həmçinin də müştərimizə biz səsimizi göndərə bilərik.